Mənim faranqitdən şikayətim var. Faranqitdən əziyyət çəkirəm. Neçə illərdir. Nədən? Soğulan, boğuluram. Faranqit. Aha, Faranqit. bəli. 58 yaşım var. Bir də qaymaritdən əziyyət çəkirəm. Aha. Qaymarit baş ağrısı Müalicəsi verir mi Səidə xanım? verir, hə. Bir də qripsad olanda aslajeni verir. Aha. Hə, indi qaymaritini o heç. Onu gələcəksən, müalicə eləyəcəm. Ancaq faringitin üçün tez 2-3 saatdan bir bərabər miqdarda pereksi, 3% pereksi qarışdırırsan bərabər miqdarda suyla 2-3 saatdan bir yorulmadan qarqar eləyirsən. Sonra soda həll eləyirsən, suda, isti suda bir 3-4 damcı yod əlavə eləyirsən. Ondan 10 dəqiqə sonra da bununla qarqar eləyirsən. Ondan da bir 15 dəqiqə sonra bir çay qaşığı bal ağızda sorursan. Bunlar tez-tez davam edirsən, dediyim kimi hər 2-3 saatdan bir. Qoyma burada o mikrofloranı dəyişir, bakteriyaların inkişafının qarşısını alır. Və təbii ki, ondan sonra da dazotu, şalfi, çoban yastığı, gül xətmi. Bu 4 bitkinin də dəmləməsini hazırlayırsan, həm parınla nəfəs alırsan, həm qarqarı eləyirsən, həm də daxilə qəbul edirsən. Faringitdən uzaqlaşacaqsan.